Baxın, Ağdam rayonu Alaqalı kəndinin qəhrəman şəhidlərindən olan şəhid Nəsrov Balım Mirzəoğlu 1936-cı ildə Ağdam rayonu Alaqalı kəndində anadan olmuşdu. Mənfur düşmənlər 22 yanvar 1992-ci ildə Balı dayını qətlə yetirmişdi, şəhid etmişdilər. Allah Balı dayıya rəhmət eləsin. Balı dayı Ağdam rayonu Alaqalı kəndinin igid qorxmaz kişilərindən biri olubdu. Hətta mənim yadımdadır, Ağdərə rayonunun Qazancı kəndində öz qardaşı oğlu Arazla Qazancı kəndinə girmiş və Araza demişdi ki, Araz, bir dənə mənə gözlə, kürəyini kürəyimə söykə, ermənilər məni vurmasın. Gələn Qazancı kəndinə nə qədər erməni varmışsa, hamısını şalğam eləyib ağaçla, yıxıb yerə. Akif elə olmayıbdır. Bütün şəhidlərimizin hamısına qəni rəhmət eləsin. Məkanları cənnət olsun. Bütün şəhidlərimizin hamısının qarşısına baş əysin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün dünyasını dəyişənlərimizə də rəhmət eləsin. Allah torpağı sanı yerdə qalan övladlarına, qohum əqrabalarına ömür versin. Atam Əlaqalı kəndinin ilk şəhidi olub. Əlaqalı kəndinin ilk şəhidi mənim atam Nəsrov Balım Mirzəoğlu olub. Və mən atamdan qürur duyuram. Qorxmaz igidlə cəsur bir olan olub. Hamı da bilir bunu. Bütün ev də bilir, kəndimiz də bilir. Atam rəhmətə gedəndən sonra ermənilərin əli uzanmağa başladı. Bunu sözünüzdə yadınıza düşür yəqin ki. Mən həqiqətən də belə atanın evladı olduğu üçün qürur duyuram. Nə qədər orduda olsam da, neynəsəm də, nə qədər irəliləşlərim olsa da, mən hər vaxt atama çatmaq istəmişəm, amma bu arzular mənim ürəyimdə qalıbdır. Allah atama qəni rəhmət eləsin. Amin. Məkanı cənnət olsun. Bugünkü gündə bu azadlığı bizə verən bütün şəhidlərimizə böyük hörmət və ehtiramla yanaşıram və ölkə prezidentimizə İlham Əliyevə təşəkkürümü bildirirəm. Qazilərimizə təşəkkürümü bildirirəm. Allah şəhidlərimizin ruhun şad, məkanlarını cənnət eləsin. Amin. Akif, onu da qeyd etmək lazımdır ki, yəni sənin özün də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmusan da. Yəni belə deyim, bizim Ağdam rayonunun Əlaqalı kəndində şərt o deyildi ki, əlinə kimsə silah alıb erməni ilə döyüşə getsin. Yəni mənim belə bir şey xatırlayıram ki, bizim kəndin cavan oğlanları əllərinə belə dəmir yava, dəhrə, balta, kimisi əl ağacı götürüb düşmənə qarşı çıxırdı da. Düşmənə də layiqincə öz gücünü göstərirdi. Bizlə həmsərhəd olan kəndlərdən Ağdərə rayonunun Qazancı kəndi idi. Bu biri tərəfdən, sol cinahdan Əsgəran rayonunun Fərluq kəndi idi. Əsgəran rayonunun Yenicə kəndi idi. Ağdərə rayonunun yuxarı hissədən 86-cı kilometr körpüsü deyilən ərazidən də Çoladəy kəndi idi, ermənilərin sıx yaşadığı yer idi, Vəng idi, Doyşanlı idi. Yəni bu kəndlərin, qonşu kəndlərin erməniləri hamısı bizim Əlaqalı kəndinin mərd, igid kişilərindən tüy salırdı. Hətta belə deyim də, onları elə olurdu ki, gedib evlərində ağaçla döyüb evə yığıb gəlirdilər də baş qaldıranların. Yəni o kişilərdən biri də rəhmətlik Balı dayı olubdu. Rəhmətlik ilk kəşfiyyatçımız İdris dayı olubdu. Allah rəhmət eləsin, Telman dayı olubdu, şəhidimiz. Yəni belə bir şey deyim də, yəni bizim kəndin igid kişiləri çox olubdu. Yəni bizim kəndin sayseçmə kişiləri olubdu. Bizim kəndin sayseçmə cavanları da şəhid olubdu. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Bizim Ağdam rayonu Əlaqalı kəndinin hərbili mülkülü 22 şəhidimiz var. Yəni bunu hər yerdə qeyd eləmək lazımdır. Bir Azərbaycanımızın milli qəhrəmanımız var. Yəni Allah bütün şəhidlərimizə rəhmət eləsin. Belə bir şey də deyim, Akif, Balı dayı haqqında başqa nə xatirələriniz var? Başqa nə xatirələr bölüşə bilərsiniz bizlə?
Xatırlama deyəndə, bax, bilirsən nətərdir, keçmişə qayıtdıqca adamın dərdi təzələnir, elə istəmirsən ki, nəsə keçmiş xatırlayasın. Heç xatırlamaq da istəmirəm. Çox çətin günlərimi istəmirəm ki, o çətin günlərimi yada salım. Atamın şəhid olan günü mənim ən ağır günlərimdən biri olub. Allah rəhmət eləsin. Şəhid nə qədər orduda olsam da belə, düz atamın qisasını almışam. Bunu el də bilir, cəmaat da bilir. Mən atamın yurtçusuyam, yerindəyəm və ölən bir günümə kimi də atamın yolunu davam elətdirəcəm. Akif, mən belə bir söz vurğulamaq istəyirəm. Yəni, rəhmətli xanını Azərbaycanda tanımayan bir adam yox idi. Allah qəni rəhmət eləsin. Xanı da məşhur kəşfiyyatçı olub, qorxmaz kəşfiyyatçı olubdu, igid qəhrəman oğullardan biri olubdu. Xanın bir sözü vardı, deyirdi ki, həmişə mən şəhid tədbirlərində iştirak edəndə, şəhid tədbirlərinin çəkilişini aparanda, o mənə deyirdi, bir mənə yox, bütün şəhid ailələrinin, veteranların, qazilərin, ictimaiyyət nümayəndələrinin qarşısında deyirdi ki, mənim bir amalım var, ölən bir günümə qədər erməni ilə düşmənçiliyimi eləyəcəm. Allah onu məkanın cənnət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xanı da şəhidimiz oldu. Dəyərli elimizin, obamızın qorxmaz, igid, cəsur evladı idi. Xanının ölümü də həqiqətən bizi çox kədərləndirdi. O bir heylə döyüşlərdə, bir heylə kəşfiyyatlarda o ölmədi, gəldi elə bir məqamda rəhmətə getdi ki, bizə çox pis təsir elədi. Allah məkanı cənnət eləsin. Qismət ola kimiymiş. Bəli. Bir epizodu da xatırladım. Onu çox adam bilməyənlər deyir ki, xanı ilə o erməninin bir diyaloqu olmuşdu. O məhz bax bu Cilni kəndində olmuşdu. Rəhmətlik bizim kəşfiyyatçımız olan polkovnik leytenant Raqub Orucovgilin məhəlləsində olmuşdu həmən epizod. Raqub Orucovun da həmən vaxtı bilmirdi ki, ora onların məhəlləsi olmuşdu. Bilməmişdi. O epizoddan bir 2 gün, 3 gün sonra mən gəlmişdim həmən kəndə. Həmən kənddə uşaqlara dedim ki, bəs xanı ilə erməninin burada bir diyaloqu olubdu. O hansı evdəydi? Uşaqlar mənə dedi ki, bu evdir. Mən dedim ki, uşaqlar, bu evi tanıyırsınız, siz kimin evidir? Dedi ki, xeyr, tanımırıq. Dedim ki, xanı gələndə xanıya deyirsiniz ki, sizin əskəriniz gəlmişdi bura. O dedi ki, sizin dostunuz, kəşfiyyatçınız, komandiriniz, brigada komandiri olmuş kəşfiyyatçı polkovnik leytenant Raqub Orucovgil məhəlləsi bu məhəllədir. Raqub bu evdə doğulub, bu başa çatıbdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sən də var qəsən Polad. Elimizin, obamızın gözəl evladısan. Çox sağ ol, qardaş. Tərbiyəli evladısan. Sənə təşəkkür edirəm. Sağ ol, sağ ol. Nəsir, əminiz haqqında nə isə demək istəyirsinizmi? Siz hər bir şey danışdınız, necə igid qəhrəman bir kişi olub, oğul olub. O epizod mənim də yadıma gəlsin danışdığımız o. Biz həmən günü kəndə gəlmişdik. Arazdan olan məsələsi. Onun hamısının uşaqda olsam yadımdadır. Orada bir elə bir epizod olmuşdu, öyle bir. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Yəni həmin hamı bilir nə tər qəhrəman kişi oldu. Allah yerlərini cənnət eləsin, məkanlarını cənnət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Mən belə şərəfli kişinin evladı olduğu üçün həqiqətən qürur duyuram. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onun o igidliyi ilə, onun bir ağaçla bir erməni kəndində yatışmağı ilə mən qürur duyuram. Biri var silahla gedəsən, biri var tək əl ağacı ilə gedəsən. Köy bir kəndi yatızdırarsan. Bu hər oğula nəsib olan bir işdir. Bu tarixdə görünməmişdə bir işdir. Kürəyimi qoru Araz, kürəyimə dəyməsin. Arxadan başıma zərbə yendirməsinlər. Qalanı ilə işin yoxdur. Qalanı gələni mən yatızdıracağam. Qocalı cavanı nə gəlib hamısını yatızdırıbdı. Allah sənə rəhmət eləsin. Amin. Allah rəhmət eləsin. Akif deyir, balamın həqiqi birinci şəhidi oldu. O vaxt mən eşitdiyimə görə bizim döyüşlərində Əhməd Murad da dedi ki, biz Raçada tutduq ki, ermənilər danışıb tutduq ki, bizi kömək göndərdi.
ya bizə kömək göndərin, ya biz qaçırıq. Kəndi tərk eləyirik. Tərk edir. Elə bir söhbət olmuşdu. Uşaqda olsam yadımdadır. Yəni o qədər qorxurlar ki, kənddən elə bir söhbət çıxmışdı, o eləmişdi. Amma Polat, mən sənə deyim ki, bizim kənddə hansısa bir adam ölsəydi, mənim atam həmən gecəsi onu öldürən adamı diri götürkən oğlan idi. Bunu millət də bilir, cəmaət də bilir, kəndimiz də bilir və atam ölən günü erməni bayram elədiyini də mən görmüşəm. Ondan sonra mən atam qisasını almışam. Allah rəhmət eləsin. Allah sənə can sağlığı versin Akif. Heç bir vaxtda da özümü pis eləmirəm. Belə bir nətər deyim, atanın evladı olmaq hər adama nəsib olmur. Amma mən yenə deyirəm, qürur duyuram bu atamla. Belə bir şəxsiyyətli atam oldu mənə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah yerlərin səndə.